Değerli izləyicilər, videonu bəyənib kanala abunə olun ki, hər kəs son xəbərlərdən anında məlumatlansın. Qəbələ rayonunun Məndam qəsəbəsindəki bazar sökülür. Xəbər verilir ki, buna səbəb Bakı-Şamaxı Muğanlı İsmayıllı Qəbələ avtomobil yolunun genişləndirilməsidir. Yolun Muğanlı İsmayıllı Qəbələ hissəsində köhnə körpü dağıdılıb və yeni inşa olunur. Məndam bazarının ərazisi tikinti sahəsinə düşüb. Artıq ətrafdakı mağazalar boşaldılır və sökülür. Eyni zamanda Məndamda magistralın kənarında yerləşən evlər və hasarlar da plana düşüb. Söküntülər başlanılıb və ağaclar kəsilib. Qeyd edək ki, yenidən qurma nəticəsində yol 8,8 km qısalacaq. Yolu boyu Ağsuçay çayı üzərində asma körpü inşa olunur. Körpüdə işlərin 40% yerinə yetirilib. Körpüdən sonra yolun davamı olaraq uzunluğu 885 metr olan tunelin tikintisi aparılır. Ümumilikdə yeni layihə üzrə yol boyu tunel və bir sıra asma olmaqla 17 körpü layihələndirilib.